insana nə eləyirsə qohumları eləyir. Yəqin ki, bu söz siz də eşitmisiniz. Mən bu kəlmə ilə 50-50 razılaşıram. Elə qohumlarım var ki, mənə elə bir hərəkət eləyiblər, elə bir necə deyim, söz var ya, dağ çəkiblər ki, heç onu düşmən belə insana eləməzdi. Amma elə qohumlarım var ki, həqiqətən də pis günümdə də, yaxşı günümdə də yanımda olub. Və elə də insanlar var ki, sizin heç bir qohumunuz olmasa belə sizə o qədər gözəl doğmalıq, dostluq eləyir ki, həqiqətən doğmadan da yaxın olur. Elə bir rəfiqəm kimi qızımın ad günü avqust olmağına baxmayaraq artıq ona 2 ay öncədən hədiyyəsini göndərib. Təşəkkür edirəm bura yenidən. Buradan da ona həqiqətən insanlara vacib deyil ki, elə insanlar var ki, heç ad günündə belə sayıb insana, nə bilim, övladı təbrik belə eləmir. Amma elələri də var ki, 2 ay öncədən hədiyyəsini alıb göndərir. Allah hər zaman bizi yaxşı insanlarla qarşılaşdırsın. Allah hər kəsə öz ürəyinin çörəyini yeməyi nəsib eləsin. Vlogumuz bu qədər idi. Özünüzə yaxşı baxın. Hələlik.